O sözün qılıncını çəkdi. Hakimlərin önündə boyun əymədi. Dərisi soyuldu, amma ruhu göylərə ucaldı. Bu, Nəsiminin hekayəsidir. Sözə can verən, canını sözə qurban edən şairin. Mən sığmayım ki cahana, bu cahana sığmazam, gönlərimə məkan, mənəm könlü məkana sığmazam. Mən sığmayım ki cahana, bu cahana sığmazam, gönlərimə məkan, mənəm könlü məkana sığmazam. Bir mənə, kaman mənə, bir mənə, cavan mənə, mən də sığmayım ki cahana. Hər misrası bir qılınc, hər kəlməsi bir üsyan idi. Onu cismən öldürdülər, amma sözlərini sustura bilmədilər. Bugün Nəsiminin sükutdan ucalan səsini eşidəcəyik. İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olub. Nəsimi riyaziyyat və astronomiya ilə yaxından maraqlanmışdır. Atası Seyid Məhəmməd Şirvanda tanınmış şəxsiyyət idi. Nəsiminin özündən başqa bir qardaşı da olub. Şah Xəndan təxəllüsü ilə şeir yazdığı bildirilir. İmadəddin Nəsimi qəzəllərini əsasən əruz vəznində yazmışdır. O, divan ədəbiyyatının banisi sayılır. Nəsimi fars dilində 5000-dən artıq misrası olan divan yaratmışdır. Hurufi sənətkar olduğu üçün o, insan münasibətlərinə ciddi önəm verirdi. Əksinə şahım, Fəzlin kitablarını mənimsəsən, həqiqəti fəhm edərsən. Allahın birliyində deyilsə həqiqət hardadır? Cümlə aləm özü Allahdır şahım. Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Hurufiliyi bir fəlsəfi dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Fəzlullah Nəyimidir. Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, 18 yaşında təsəvvüfə yönələrək həccə getmişdir. Qaydanda Xərəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır. Bəzi deyimlərə görə İmadəddin Nəsimi şiə etiqadında idi. Bəzi məsələləri öyrənmək üçün Hurufi təriqətinə daxil olmuşdur. Hurufiliyə görə kainat əbədidir. Allahın zahiri görünüşü solmazdır. İnsan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. Hurufilik fəlsəfəsinin əsasını mistik panteizm təşkil edir. Hurufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Hurufiliyə görə yalnız kamil insanlar Allaha qovuşacaqdır. Hurufiliyin ilk elementlərinə fəlsəfənin yarandığı vaxtlarda təsadüf edilir. Bu cərəyanın məqsədi insana ən yüksək mərtəbəni verməkdir. O zamanın dini dairələri hurufiliyi təhlükə sayırdı. Nəsimi isə çox güclü kütlələri arxasınca aparan şair idi. Hurufilikdə olan bəzi fikirlər küfr sayılırdı. Hakimiyyət və ruhanilər üçün təhlükəli görünürdü. Hurufilik insanı Allaha çox yaxın hesab edirdi. İnsanla Allah arasındakı pərdələri qaldırdığı, insanı ilahiləşdirdiyi üçün edam qərarı verilmişdi. Amma bu, amansız olmalı idi ki, insanları qorxutsun. O dövrdə İranda Teymurilər dövləti hakimiyyət sürürdü. Lakin Əmir Teymur bu cərəyana qarşı çıxmamışdı. Nəsiminin edamı Hələb şəhərində, indiki Suriya ərazisində həyata keçirilmişdi. Üzünü məndən nihan etmək dilərsən, etmə geyl. Gözlərim yaşım rəvan etmək dilərsən, etmə geyl. Yandırırsan könlümü eşqində, məlum oldu kim, anı rüsvayı cahan etmək dilərsən, etmə geyl. Çünkü eşqin məskənidir könlümün viranəsi.
Həsrətani məkan etmək dilərsən, etmə geyl. Çün yəqin bildi nəsimi eşqini oldu ғəni, ol yəqini sən güman etmək dilərsən, etmə geyl. Nəsiminin yazılarında gizli simvollar, rəqəmlər və işarələr var idi. Bu, hurufi elminin şifrəli forması idi. Yəni, şeir sadəcə şeir deyildi, mistik kod sistemi idi. Saray əyanları əvvəl gizlində Nəsimidən dərs alır, onun sözlərinə heyran olurdu. Sonra qorxularına görə edam fətvasını da onlar vermişdilər. Yəni, onu öldürənlər bir zamanlar ona pərəstiş edirdilər. Bu hadisədən sonra edam edənlərin çoxunun qısa zamanda bəla tapdığı deyilir. Edamdan əvvəl dostları Nəsimiyə qaçmağı təklif edirlər. Səni öldürəcəklər. Nəsimi isə gülüb və deyir: onlar yalnız gödəkçəmi soyacaqlar. Mən isə onu çoxdan çıxarmışam.